Usikum və nəfsi bitəqvallah. Həm sizə, həm özümə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Bu cümədən etibarən bir neçə cümə Allah nəsib eləsə, ikinci xütbəmizdə bir mənəvi mövzu ətrafında danışmaq istəyirəm. Bu mövzu barədə indiyə qədər ətraflı danışmamışam. Ətraflı danışılmayıb da çox yerlərdə. Lakin diqqət etməyimiz çox zəruri mövzudur və Qur'an-ı Kərimdə dəfələrlə işarə olunan bir mövzudur. Qur'an çox işarə eləyir bu mövzuya. Baxmayaraq ki, haqqında az danışmışıq, amma Qur'an bizdən fərqli olaraq çox danışıb bu barədə. Ona görə də çalışacağım bu seçdiyim mövzunun, Qur'anın haqqında danışdığı bu məsələnin ətrafında hər istiqamətindən detallı bir şəkildə, ətraflı bir şəkildə bir neçə cümə söhbət eləyib onu aydınlaşdıraq. Ümid edirəm inşallah faydalı olar. Neçə cümə çəkəcək dəqiq bilmirəm, hər halda imkan qədər çalışacağım geniş danışaq. Hər künc bucağına diqqət eləyək, hər tərəfdən baxaq və çalışaq ki, düzgün təsəvvürümüz formalaşsın bizim bu mövzuya qarşı. Mövzunun adı qəflətdir. Qəflət. Qəflət barədə danışacağıq inşallah. Diqqətli olaq bu mövzuya qarşı xüsusi bir məsələdir və qəflət, fikir verdiniz diqqətlə, qəflətdən danışan kimi Allah bir nümunə göstərdi bizə. Doğrudan da dərhal fikir və həyatda belədir hər şey. Diqqətin olan məsələdən səni ayıra bilən şeylər çoxdur. Yəni səni diqqət etməyin lazım olan şeydən qəflətə salacaq hadisələr çoxdur dünyada. Ona görə də qəflət barədə danışmalıyıq ki, qəflətə düşməyək. Qafil olmayaq. İndi icazənizlə bugün müqəddimə eləyim. Əsas söz danışmayacağım. Bir qədər müqəddimə ki, qəflət nədir, izah eləyək, sonra gələn söhbətlərimizdə geniş danışarıq. Qəflət sözünün tərcüməsi nədir, mənası nədir? Qəflət yəni xəbərdar olmamaq. Qəflət yəni gözdən qaçırmaq, unutmaq, yaddan çıxartmaq, diqqətdən kənarda qoymaq, diqqət eləməmək. Qəflət yəni xəbərsiz qalmaq, məsuliyyətsizliyin səbəbindən xəbərsiz olmaq. Qəflət yəni önəmli bir şeyin çox aşkar olduğu bir halda onu görməmək və yaxud da görüb diqqət eləməmək. Çox şeylər ki, insanlar baxır, baxmağına baxır, görməyinə də görür, amma az adam diqqət eləyir. Diqqət etməmək qəflətdir. Qəflətin terminoloji mənası isə budur ki, bir şeyin vacibliyi ortada olduğu halda onun vacibliyini idrak etməmək qəflətdir. Onun vacibliyini idrak eləməmək qəflətdir. Bilsiz, ha vaxt insan qəflətdən oyanır, o nemət onun əlindən alınanda. Onda deyir ki, ayda sən demə bu mənim üçün bu qədər zəruri imiş, bu qədər vacib imiş, bu qədər önəmli imiş. Sən demə mən o nemət mənim əlimdə olanda ona qarşı qəflətdəyəm. Bax, insan günün bu günündə 24 saat ərzində heç yadınıza düşməz ki, gözünüzə görə təşəkkür eləyəsiniz. Ki, məndə göz var. Çünki o qədər adiləşir ki, qəflətdə oluruq gözümüzün nemətindən, gözümüzün nurundan, onun baxmaq istedadından, baxmaq qabiliyyətindən. Nə vaxt biz göz nemətinə görə qəflətdə olduğumuzu başa düşə bilərik? Allah uzaq eləsin, o gözün görmə funksiyasını Allah bizdən alsa. Onda biz başlayarıq ki, sən demə nə gözəl nemət var imiş məndə, mən ondan qəflətdə olmuşam və onu qorumamışam, ona düzgün qulluq eləməmişəm, ona baxmamışam və s. beləxə. Baxın, qəflət də odur ki, bir şeyin vacibliyi ortada olduğu halda insan onun vacibliyin idrak eləyə bilməsin, dərk eləyə bilməsin. Qəflət yəni kifayət edəcək qədər ayıq və diqqətli olmadıqda ən önəmli şeyləri gözdən qaçırmaq. Bu qafil insanın xasiyyətidir. Məsələn, mən susundan yanıram, ciyərim yanır susuzundan. Çıxıb oturmuşam bu məscidimizin səkisinin üstündə. Ciyərim də yanır, günəş də oradan yandırır, iyul ayıdır, hava da istidir. Mən də susundan yanıram.
mən orada suzundan bilirsiniz niyə yanıram? Qəflətdə olduğum üçün. Mən biraz müşahidəsi olsam, yana baxsam, sağa baxsam, görəcəm turbalar gedir. Buradan belə bir şey var, orada bu şey var. Mən başa düşəcəm ki, o səkinin altında böyük ambar var, su ambarı var. Azacıq diqqət etsəm, orada ambarın mövcud olduğunun fərqinə varacam və susuzluğumu yatıracam. Fikrimi başa düşürsünüz, yəqin bir primitiv misal çəkirəm. Mən amma diqqət eləməsəm, orada ambarın mövcud olduğunu görməyəcəm və onun üstündə neçə gün oturub susuzluqdan ölə bilərəm. İnsan diqqətsiz davrananda nemətin yaxınlığında olduğunu görə bilmir. Ən ona lazım olan, vacib olan nemətin yanında olduğunu bəzən görə bilmir. Azacıq diqqət və məntiq yürütmək bəs eləyir ki, insan başa düşsün ki, nə ziyandır, nə faydadır. Harada ona xeyirli şey var, harada xeyirsiz şey var. Dini mətnlərdə isə qəflət insanın Allahı unutmasıdır, Allahı yaddan çıxartmasıdır, Allahı görə bilməməsidir işin içində. Qəflət dini mənada bunu. Bunu mən sizə gələn cümlələrdə daha geniş izah eləyəcəyəm. Və yaxud qəflət insanın Allahın ədalət məhkəməsini, qiyamətini, qəbri unutmasıdır. Allaha cavab verəcəyini unutmasıdır və Allahın nəzarəti altında olduğunu unutmasıdır. Hər an Allah məni görür. Bu prinsipi yaddan çıxartmasıdır insanın qəflət. Qəflət yəni bu qəflətin kulminasiya nöqtəsidir, tərifidir. Yəni, bundan o tərəfə tərif vermək biraz çətindir qəflətə. Ən son təriflərindən birini sizə deyirəm. Qəflət, yəni Allah yoxmuş kimi yaşamaq. Elə yaşayırsan ki, sanki Allah yoxdur. Buna deyirlər qəflət. Allahın olmadığı kimi yaşamaq sanki. Daha incə ifadə ilə desək, qəflət, biraz da incələşdirək mənasını, insanın qəflətə düşməsi, yəni Allahı Allah kimi tanımaması. Bilir ha Allah var, Allah kimi tanımayıb Allahı. Ona görə də əlinə şərab qədəhin qaldıranda deyir Allah mübarək eləsin. O tanımayıb Allahı, bilir var. Amma qəflətdədir həqiqi Allahdan deyə cürət eləyir orada o sözü deyir Allah üçün. Cürət eləyir. Məsələn, insan Allaha and içir yalandan, bilir Allahın varlığın, amma Allahın varlığından qəflətdədir deyənə rahat yalandan and içə bilir Allaha. İnsan Allaha olan mərifəti düz olsa, Allahın Allahlığından qəflət olmasa, heç bir zaman Allahın adını dilinə gətirməyə də bəzən cürət eləməz. Bəzən Allahın adından danışmağa da cürət eləməz. Niyə insanlar bəzən din adından daha rahat yalan palan sözləri danışa bilirlər insanlara? Görürsən, çox rahat danışır. Bir şey dində yoxdur. Mən gözümlə görmüşəm. Deyir, Yasin surəsində, ya Quranda bu şey yoxdur. Gözüm görə insan baxırsan ki, heyrət eləyirsən. Deyirsən, necə ola bilər, axı, sən belə rahat yalan danışa bilirsən. Deyirsən, yoxdur, axı, var bu. Niyə yoxdur, bilirsiniz, deyir o. Çünki oxumayıb. Oxumayıb. Məlumatı yoxdur, qəflətdədir deyə rahat deyə bilir, yoxdur. İnsan bir şeyə qarşı qəflətdə olanda ona qarşı cürət olur həmişə. Yadınıza saxlayın. Olub çox olub elə. Görsən ki, məşhur bir idmançıdır. Rəqiblərini həmişə meydanda məğlub eləyib. Dəfələrlə olub elə hadisələr. Deyir, küçədə onu tanımayan bir adam gəlir başlayır onun qabağında xoruzlanmağa. Biraz ora, bura, əlin qaldırmağı ilə gördün ki, o birisi yerdədir artıq. Bu niyə ona qarşı elə cürətdə olur? Tanımır o kimdir. Tanımır ki, o neçə qat dünya çempionudur, vurduğu zərbəsindən adam durmur, uydurub öldürə də bilər insanı bir zərbəsi ilə. Yəni, onun gücünün fərqində deyil deyə onun qabağında elə atılıb düşür. Amma tanısa ki, kimdir, o cür rəftar eləməz o ilə, qoruyar, arasında pərdə çəkər, disiplinin qoruyar, ehtiyat eləyər ondan ki, bunu bir dənə acıqlandıraram, mənə bir şillə vurar, qulağım kar olar, gözüm kör olar, şikəst eləyər məni. İnsan birini tanımadığı zaman ona qarşı çox cürətli ola bilir, amma tanıyan zaman başlayır ehtiyatlı davranmağa. İnsan da Allahdan qəflətdə olanda, Allahın Allahlığından qəflətdə olanda, Allahın sifətlərindən qəflətdə olanda, o zaman Allaha qarşı cürətli olur. İstərdim məhz Qur'anın təbiri ilə
qəflətdə olan insanların, qafil insanların tərifini eşidək. Çox Quran ayəsi danışacağım mən sizə gələn söhbətlərimizdə. Birini indi oxuyuram, mənə elə gəlir kifayətdir, bəs eləyər. Əraf surəsi 179-cu ayədə uca Allah buyurur: "Lahum qulubun la yefqahun biha." Onların qəlbləri var, lakin o qəlbləri ilə anlamazlar. Anlamırlar, qəlb onlara anlamaq üçün kömək eləyə bilmir. Misal üçün, adam var xutbəyə qulaq asır, qulaq asılanda eşidilən sözü rahat anlaya bilir. Adam da var, eşidir, anlaya bilmir. Qəlb var, amma anlamağa gücü çatmır. Niyə? Çünki fikir burada deyil, qəflətdədir. İnsan edilən söhbətdən qəflətdə olanda o söhbətin, mahiyyətin, nə üçün danışıldığını başa düşə bilmir. Uca Allah da buyurur ki, qəlbləri var, demirin qəlbləri yoxdur. Var, amma la yefqahuna biha. Onunla düşünə bilmirlər, anlaya bilmirlər. Davamında buyurur: "Və lahum a'yunun la yubsiruna biha." Onların gözləri var, lakin onunla görmürlər. "Āzanu la yesma'una biha." Onların qulaqları var, lakin onunla eşitməzlər. Davamında bilirsiniz nə söz deyir? Ən təhlükəlisini də Allah buradadır. Buyurur ki: "Ulaikə kəl-ən'ami bəlhum ədallu." Onlar heyvan kimidirlər, hətta heyvandan da aşağıdırlar. Davamında da buyurur: "Ulaikə humul gafilun." Məhz onlardır qəflətdə olanlar. Diqqət edin, qəflətdə olanların xüsusiyyətindən danışa-danışa heyvandan da aşağı insanlardan danışdı Allah. Allah dünyada ən aşağı insanlar barəsində danışır bu ayədə. Ən aşağı insan. Onların xüsusiyyətini bəyan eləyərək deyir ki, həmən insanlar qəflətdədirlər deyə. Heyvandan da aşağı düşə bilirlər. Qəflətdə olmaq insanı heyvandan da aşağı salır. Niyə? Niyə? Çünki insanda onu heyvandan ayıran əlamətlər və istedadlar var. Məsələn, əgər insan o istedadlardan düzgün istifadə eləyə bilmirsə, demək o həmin istedadların olmadığı heyvandan da daha aşağıdır. Heyvanda bu istedad yoxdur deyə bu belə yaşayır. Axı səndə var, sən niyə onun kimi yaşayırsan? Əgər bir insan heyvan kimidirsə, deməli həmən insanın səviyyəsi ondan da aşağıdır. Yəni, yaşam tərzi heyvan kimidirsə bir adamın, deməli onun səviyyəsi heyvandan da aşağıdır. Çünki səndə elə istedad var ki, sən daha yaxşı. Məsələn, belə deyim, kasıb doğulan uşaq var, ailədə, kasıb ailədə dünyaya gəlir. Gözünü açır, görür ki, atanın cibində bir qəpik yox, ana da bu tərəfdə deyinir. Belə bir ailədə dünyaya gələn uşağın kasıb olmasına görə onu qınamazlar. Bu uşaq böyüyüb sonra da kasıb olsa, yenə qınamazlar ki, bu doğulandan elə ata da kasıb, ana da kasıb, bu adamın sərmayəsi olmayıb deyənə bunun kasıb olmasını normal baxarlar. Amma varlı ailədə doğulub, sonradan bankrot eləyib o ailəni, kasıb olan adamı qınayarlar. Ki, sən varlı ailədə doğulmuşdun, sənin hər şeyin var idi, pulun var idi, imkanların, evin, maşınların, sənə nə oldu ki, onların hamısını məhv elədin bir günün içində? Həmən insanı qınayarlar, çünki potensialı var idi, imkanları var idi və həmən insan o kasıb ailədə doğulandan daha pis adam hesab olunar, daha bəcərisiz, türklər demişkən, daha bacarıqsız, daha əzzavara insan deyirlər ona. Niyə? Çünki səndə var idi, sən itirdin. Bunun yox idi. Bu nəyini itirdi ki? Bu yoxun içində böyüyüb. Amma səndə var idi, sən yoxa çıxartdın. İnsan var olduğu halda yoxa çıxartsa heyvandan da aşağı düşür. Qəflət insanın öz məsuliyyətsizliyi və diqqətsizliyi səbəbindən önəmli həqiqətləri görə bilməməsidir. Quran deyir ki, gözləri var, görə bilmirlər. Axı görürük. Yezid görmürdü be ya, Muaviyə görmürdü, Əbu Süfyan görmürdü, ya münafiqlər görürdülər, axı baxırdılar, bəli görürdülər, amma pərdə arxasını görmürdülər. Misal üçün, yaradılanları görürdülər, amma onları yaradanı görməyi bacarmırdılar. Səhnəni görürlər, o səhnəni səhnəyə çıxardanı görə bilmirlər, o səhnəni yaradanı görə bilmirlər. Ətrafında olan bütün əşyaların kimsə tərəfindən yaradıldığını bilir. Bu məscidə zəhmət olmasa diqqətlə baxın. Burada olan hər bir əşya kimsə tərəfindən yaradılıb. Bu da yaradılıb, bu da yaradılıb. O hər şey əynimizdəki paltara qədər kimsə tərəfindən yaradılıb.
İnsan bunu bildiyi halda. Amma bu boyda kainatın kimsə tərəfindən deyil, təsadüflə yarandığını deyir. Bu qəflətdir. Doğrudan da insan bütün əşyaların kimsə tərəfindən yaradıldığına inandığı halda bu qədər harmoniyaya, nizam-intizama, əzəmətə malik olan kainatın öz başına yaradıldığını deyirsə, təsadüfən yaradıldığını düşünürsə, bu qəflətdir. İnsanın Allahdan qəflətə düşməsidir. Səndən əvvəl yaşayan adamlar var. Səndən əvvəl yaşayanların pis yaşadıqlarına görə axırlarının nə olduğunu gördüyün halda yenə də o hərəkətləri təkrar eləməyin qəflətdir. Mən uşaq tanıyıram, övlad tanıyıram. Ata, üzr istəyirəm dönə-dönə, narkotikin bəlasından dünyadan köçdü. Özdə izzətsiz halda dünyadan köçdü. Allah, bəzi günahlar var ki, adamın abrını aparır, sonra öldürür adamı. Abrını apardı, Allah sonra dünyadan köçdü. Və qəribə oldu ki, üstündən neçə illər keçdi, eşitdim ki, həmin ailədə böyüyən oğlan uşaqları, onlar da narkotika qurşanıblar. Axı sizin gözünüzün qabağında oldu bu hadisə. Buna deyirlər, bax, qəflət. Axı sən gördün ki, atom məşğul oldu, axırı nə oldu? Sən niyə düşdün bu yola? Sən eləmək heç olmasa, sən axı evin içində nümunəni görmüsən. Sən görmüsən ki, axırı nə oldu bu şeyin? Sənin bunu eləməyin artıq axmaqlığın son həddidir. Ona görə Allah deyir, bunlar heyvandan da aşağıdırlar. Gözü var, görmür. Qulağı var, eşitmir. Beyni var, düşünmür. Bu adama da heyvandan da aşağı deməyəsən, nə deyəsən? Allah adama nə qədər başa salır hadisələrlə, nə qədər incə məsələlər çıxardır qabağımıza. Bax, görsədir, deyir, bunu elədi, başına bu gəldi. Gördünüz bunu? Da eləməyin də siz. Görsən yox, nə eləməyin? Ondan da 5 qat artığını təkrarlayırlar. Başlarına da ondan 5 qat artığı gəlir. Sonra başlayırıq özümüzü döyməyə, şikayət eləməyə. Ona görə də qəflətdə olan insanın xasiyyəti budur ki, nəticə çıxarda bilmir. Qəflət yəni insanın hadisələrdən nəticə çıxartmaması, başına gələnlərdən və yaxud başqasının başına gələndən nəticə çıxartmamasıdır. Pis işlərə aludə olan insan qafil insandır. Qafil insandır. Axı o, özündən əvvəlkilərin o pis işlərə ürcah olduğunu görüb, başına gələnləri görüb, bax, ona görə buna deyirlər qafil. Qəflət yəni, biz də tərif verək qəflətə, qəflət yəni işin həvəsinə görə, işin zövqünə görə, ləzzətinə qapılaraq, onun nəticəsini düşünməmək və ya düşünməkdən qaçmaq. Tərifi başa düşdünüz? İşin ləzzətinə görə, İşin özündə ləzzət var. Amma onun nəticəsini düşünməmək, bu qəflətdir. Quran-ı Kərim Rum surəsi 7-ci ayədə buyurur. Buyurur ki, يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاتِ الدُّنْيَا Onlar dünya həyatının yalnız görünən tərəfin bilirlər. Görünən tərəfin, zahiri tərəfin, Allah buyurur. Onlar bilirlər, davamında buyurur. وَهُمْ عَنِ Əxiratihum qafilun. Amma onlar axirət həyatından qafildilər. Axirət həyatı haqqında məlumatları yoxdur və yaxud da onu yaddan çıxardıblar. Dünya həyatının zahirini görürlər, axirət həyatından qafildilər. Ayədə Allah bildirir ki, bəziləri dünya həyatının zahiri tərəfinə baxıb, onun həqiqi mahiyyətinə diqqət eləmirlər. Dünya həyatının həqiqi mahiyyəti bilirsiniz nədir? Gəl belə bir misal çəkim sizə. Dünya həyatının həqiqi mahiyyətini başa düşmək istəyirik. Ən ləzzətli qidanı ki, ən sevdiyiniz şeydir. Onu gətirək və yaxud onları gətirək, 10 dənə sizə siyahı verim, deyim ki, 10 ədəd ən sevdiyiniz qidanın adını yazın bura. Siz yazın, mən o qidaların ən gözəl səviyyədə bişitdirib, gətirib qoyum stolun üstünə. Amma deyim ki, bir dənə xahişim var. İndi yeməyəcəyik. 7 gündən sonra gəlib yeyərik. Qapını bağlayırıq, çıxıb gedirik. 7 gündən sonra gəlib qapını açırıq. Mən də sənə deyirəm ki, o sevdiyin qidalar içərdədir. Daxil ol, ye. Sən o qapının içərisinə ifunətin indən yaxındıra bilməzsən. Bax, dünya odur, bax. Dünya odur. Dünən sevdiyin şey bugün xarab olanda ürəyin bulanır. Bax, dünya budur. Dünyada da Allah deyir ki, zahiri tərəfinə baxdınız, həqiqətini görmədiniz. O şey ki, dünən sevirdin, bir gün qaldı, indi iyrənirsən. Və dünyanı belə tanımaq lazımdır. Bugün səni sevdirən şey, sabah keçsə, qalsa, iyrənəcəksən ondan.
Xoşun gəlməyəcək. Dünən özünü öldürdüyün xanımdır. Bugün evlənmirsən, indi zəhlön gedir. İndi xoşun gəlmir. İndi bezmirsən, indi başqalarını axtarırsan məsələn. İnsan xasiyyəti belədir, qəribədir. Vaxtında başa düşmür bəzi şeyləri. Ona görə də dünya həyatında o qədər belə nüanslar var. Allah ibrətli hadisələr çıxardır qabağımıza, bizə öyrədir ki, bu dünya həyatından diqqətli ola. Burada gördüyün çox şeyin xarab olmuş vəziyyətini sənə göstərsəm, ikrah eləyəcəksən, heç üzünə baxmayacaqsan. Davamında buyurur, amma axirət həyatından qafildirlər. Amma axirət həyatı bilirsiniz necə yerdir? Orada 1000 ildə yaşasın, 1 milyon ildə yaşasın, əbədiyyən də yaşasın, heç nə xarab olan deyil. Heç nə tükənən deyil. Burada nə varsa tükənir. Burada nə varsa xarab olur. Burada nə varsa əldən çıxır. Burada nə varsa zay olur. Buranın zay etmək xasiyyəti var. Allah da başa salır ki, dünyanın xasiyyətini tanıyın. Bura zay eləyir adamı. Bugün güzgün qabağına keç, 20-25 yaşın var, bax, cavansan, dərvə qırış düşməyib, ağappaq oğlansan, bir göz qırpımında keçəcək 30 il, 40 il. Baxacaqsan özünə, görə dünən fəxr elədiyin insan bugün güzgüdə baxır sənə. Bu dünyanın mahiyyəti budur. Allah da deyir, buranı belə tanıyın ki, buradan qəflətdə olmayasın, aldada bilməsin sizi. Bunu demək istəyirəm. Dünya aldada bilməsin sizi. Yalandan deməsin hər şey məndə var. Yalandan deməsin məndəkilər xarab olmayacaq. Yalandan deməsin həmişə cavan qalacaqsan, tövbəni sab eləyərsən. Yalandan deməsin ki fürsət var. Və dünyadan qafil olmaq bu mənada ki, dünya aldadıb sizi təxirə saldırmasın heç nəyi. Ona görə də bir qədər diqqət eləyəndə insan, məsələn, günahın zahirinə baxır, ləzzətini görür. Ona görə rahat eləyir insan günahı. Amma biraz diqqət eləsə, günahın nəticəsini görə bilsə, onun öz mahiyyətini düşünsə, günahın çirkinliyinə baxsa, insan qəflətə düşüb günah eləməz. İstənilən günahın ləzzətli tərəfi bitəndən sonra onun çirkin tərəfi üzə çıxır. İstənilən günahına, nə günah tapırsınız tapın, ləzzətli tərəfi bitdisə, dərhal o çirkin tərəfi üzə çıxır. İnsan da gərək günahla üzləşəndə onun ləzzətli tərəfinin yanında ilk dəfə olaraq onun çirkin tərəfindən qəflətdə düşməsin. İlk baxanda elə o çirkin tərəfi də görə bilsin. Günahın ləzzətinin yanında çirkinliyini də görməyi bacar. Çirkinliyindən qəflətdə olma, qəflətdə qalma. Məsələn, alimlər deyir, Allahın işləri də çox qəribədir. Dünyanın ən gözəl göbələyi, ən zəhərli göbələyidir. Adam yiyən kimi öldürər az qala. O dərəcədə. Tibbi müdaxilə olmasa öldürər insanı. Amma zahirən ən gözəldir. Həmişə çox vaxt ən gözəlin arxasında ən təhlükəli dayanır bəzən. Dünyadan söhbət gedir, dünya nemətlərinin içində. Sənin bəyəndiyin, sənin xoşuna gələnin arxasında bəzən, amma yiyilən göbələklər var, baxırsan video yoxdur. Yəni, gözəlliyi yoxdur, elə də bir cəzbediciliyi yoxdur, amma çox dadlıdır, faydalıdır. Bəzən doğrudan da bax, mən bunu neçə mütəxəssisdən də eşitmişəm. Deyir, o alma ki, gedirsiniz, bazarda görürsünüz, işım yanır, baxır süvətvə. Onun valla bir sinçinə deyir, nə qədər dərman vurublar, zərərli şeylər var, nə parafinə sürtüblər, nə sürtüblər, danışırlar, mənim çox başım çıxmır. Hər halda deyirlər ki, onun o cür belə təmtəraqlı vida gəlib çıxması üçün ona 1000 dənə müdaxilələr eləyiblər, içindəki vitaminlərin təsir dairəsi ölüb, ziyanlı şeylər çoxalıb və s. və axır. Amma deyir, bizim bəyənmədiyimiz yarısı çürümüş, yarısı sağlam almalar var. Düşüb eybəcər belə çox da xoşa gəlimli görünüşdə deyil. Bax, həmindir almada olan vitamin, insana xeyir daha çoxdur, nəinki o gözəl görsənəndə. Amma biz qaçırıq gözəl görsənənə tərəf, onun arxasında dayananı görmürük. Bu birisindən imtina edirik. Dünya həyatında da belə qəribəliklər çoxdur. Dünya həyatında bizə bəzən xoş gəlməyən şeylərin içində nə qədər fayda, bizə xoş gələn şeylərin içində də nə qədər ziyan var. Allah da deyir ki, qəflətdə olmayın, görün. İndidən görməyi bacarın, xeyirli tərəfi də, ziyanlı tərəfi də. Bir nəfər danışırdı, stadionda deyir, mən tələbə yoldaşım idi, deyir, stadiona getmişdik, futbola baxmağa. Mən də deyir, indiyə qədər söyməyən adamam, deyir. Getdik, deyir, stadiona, düşdüm, deyir, o atmosferə, başladım, deyir, üzr istəyirəm, deyir, amma deyir, qəribə bir şey var idi, deyir. Mən söyəndə orada ləzzət alırdım. Xoş gəlirdi mənə. Elə bil əsəbimi boşaldıram söyüşdən. Elə bilirəm ki, elə burada ən düzü budur.
Burada söyüş söyməlisən, burada özündən çıxmalısan, burada kimsə təhqir eləməlisən. Və deyir, bu mənə çox xoş təsir bağışlayırdı. Heç də deyir, məsələn, düşünmədim ki, mən pis şey eləyirəm. Bana necə danışıb elə deyirəm. Deyir, sən demə, məndən yuxarıda neçə cərgə arxada oturan bir dostum bizimlə birgə video çəkirmiş mənim o anlarımı arxa tərəfdən. Deyir, sonra gətirdi, göstərdi mənə. Üstündən deyir 2-3 həftə keçdi. Dedi, sənin oyun stadionda video çəkirdim. Futbolu çəkmişəm, sənə də düşmüsən ora. İstəyirsən baxmaq. Deyir, baxanda orada söyüş söydüyüm bir neçə səhnəni gördüm. Özümə elə nifrət elədim. Yəni özüm öz gözümdən düşdüm, deyir ki, bu nə sözlərdir mən deyirəm, bu nə hərəkətlərdir mən eləyirəm. Gedmirsən futbola, adam həyəcanlanar da, sevinər da söyüş söymək nədir, belə ifadələr işlətmək nədir, bunlar sənə yaraşmır axı, bu cür ağzıva almısan ifadələri və s. Deyir, amma mən deyir, fikirləşdim ki, axı mən orada onu eləyəndə ləzzət hiss eləyirdim. İndi nə oldu? Əksini hiss elədim. Bax, qəribədir ki, insan günahın ləzzətli tərəfi vaxtı onun çirkin tərəfindən qəflətdə olur. Əgər həmin vaxtı onun çirkin tərəfində görə bilsə insan onu eləməz. Allah da istəyir ki, onun çirkin tərəfindən qəflətdə olmayaq. Yəni qəflət çirkinin çirkinliyin görə bilməmək, yaxşının, gözəlliyin görə bilməməkdir. Və ona görə də Əmir əl-Möminin buyurur ki, hər bir qəflət azğınlıqdır. Hər bir qəflətin içində azğınlıq var. Bugünkü söhbətimizin müqəddiməsi bura qədər. Allah nəsib eləsin inşallah. Qəflət barəsində daha geniş şəkildə, daha ətraflı şəkildə gələn söhbətlərimizdə inşallah Allahın izni ilə xütbələrimizin ikinci hissəsində danışacağıq. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar. İnna şaniyaka huvel abtar.